Salam, hər vaxtınız xeyir olsun mənim Instagram və TikTok dostlarım. Hamınızı xoş gördük. Başlamazdan əvvəl sizin hamınızdan xahiş edirəm ki, bax orada təqib et və yaxud da plus işarəsi varsa ona toxunun və səhifəmə abunə olun. Həm Instagram, həm də TikTok səhifəmi aktivləşdirməyinizi sizdən xahiş edirəm. Çünki bəyənmək, follow etmək, ondan sonra paylaşmaq nə pulla, nə də jetonla deyil. Hər şeyin haqq var, ədalət var və göz haqqı var. Onu hamınıza halal edirəm və burada müsbət enerji sizə ötürürəm və siz də altından yazın ki, aldım və qəbul etdim. Beləliklə, Əqrəb bürcü altında doğulanlar, mənim dəyərli əqrəblərim, sevgi dolu əqrəblərim, romantik və qeyri-adi insanlar, çılğın, ondan sonra cəfakeş və öz sevgilərindən ötürü aləmi dağıdan əqrəblər. Odur ki, Əqrəb bürcü altında doğulanlar biraz yaxın gəlin, yaxın gəlin. Öpürəm sizin hamınızı. Onu da deyim ki, Əqrəb bürcü altında doğulan insanlar 12 bürcün içində Əqrəb bürcü altında doğulan insanlar kimi kinli bürc yoxdur. Əqrəb bürcü altında doğulan insanlar dəvə kimi kinlidirlər. Bilirsiniz nəyə görə? Onlara etdiyiniz pisliyi və yaxud da yaxşılığı əqrəblər heç vaxt unutmurlar. Vaxt gələcək, zaman gələcək, əqrəblər siz etdiyiniz o pisliyi də, o yaxşılığı da sizə qaytaracaqlar. Çünki Əqrəb bürcü altında doğulan insanları mələklər qoruyur. İndi gəlin birinci kişilərdən başlayaq. Əqrəb bürcü altında doğulan kişilər olduqca çılğın, ehtiraslıdır, qadınlar da elədir. Əqrəb bürcü altında doğulan kişilərin ailə qurmamışdan qabaq onlar həddindən artıq xəyanətkar olurlar. Onlar şorgöz olurlar və onlar öz istədiklərini əldə etmək üçün hər şeyi gedirlər. Amma əqrəblər inanmıram ki, yalan danışsınlar. Əqrəb kişilərin ürəyini ələ alsanız, əqrəb kişilərə heç nəyi məcbur etdirə bilməzsiniz. Onlar özləri istəməsə, heç nəyə məcbur etdirə bilməzsiniz. Yetər ki, əqrəb kişisi bunu istəsin. Çünki onlar çılğın, enerjili olduğuna görə həmişə də qaynayırlar. Çünki su ünsürüdür. Əqrəb kişiləri yaxşı bizneslə məşğul olurlar. Yaxşı, demək olar ki, maliyyə işləri ilə məşğul olurlar. Ticarətdə çox yaxşı başarıqları var. Onların məntiq, sizə bir söz deyim, biri var məntiq, bu günləri orta məktəblərdə, ali məktəblərdə məntiq dərsi keçirlər. Əqrəblərin isə həm kişiləri, həm xanımları həyata məntiqli doğulurlar. Onlar çox məntiq, onlarda çox inkişaf edir. Ona görə də onlarda idarə etmə qabiliyyəti həddindən artıq güclüdür. Amma kişilərin bir cəhəti var ki, çox çılğın, ehtiraslı və bir balaca gəzməyə meyillidirlər. Deyəcəksiniz, kişilərin hamısında var, amma əqrəblərdə olan kimi heç kimdə yoxdur. Əqrəblərin xanımları çox vaxtı bəxti gətirməyən xanımlar olur. Bəzilərinin bəxti gətirmir, amma bəziləri də xoşbəxt yaşayır. Əqrəblərin kişiləri xəyanətkar olduğu kimi, əqrəblərin qadınları isə xəyanəti bağışlamayan xanımlar olur. Əqrəbin xanımları arator, necə deyim, hegemon, öz sözün yeridən, ağa ağ, qarya qara deyən. Əgər bir kişi əqrəb xanımı sevirsə, əqrəb xanımı da o kişini sevirsə, əgər o kişi əqrəb xanımına xəyanət edərsə, əqrəb xanımı yer göy bir olsa da, o kişini, dünyalar qədər sevdiyi kişini həyatından Damestosdan silər. Çünki Əqrəb xanımı deyir ki, sən mənimsən,
mən də sənin. Mənim üstümə başqa bir gül qoxlamamalısan. Əgər sən mənimsən. Əqrəb xanımları idarə etmə qabiliyyətləri yüksəkdir. Əqrəb xanımları həddindən artıq çılğındır. Çox vaxtı şir kişiləri Əqrəb xanımlarını niyə görə sevirlər? Çünki şir kişilər də çılğındır, Əqrəb xanımlar da çılğındır. Vay olsun o günə ki, şir kişisi ilə Əqrəb xanımı bir yerdə birləşsinlər. Yer göy dağlar. Çünki ikisi də enerjili, ehtiraslı və çılğın. Əqrəb xanımları gözəl ali məktəbdə oxumaq qabiliyyətləri var, irəli getmək qabiliyyətləri var. Əqrəb xanımları tutduğu mövqeləri həddindən artıq əldə etməyə, nəyin bahasına olursa olsun əldə etməyə naildirlər. Amma Əqrəb xanımlar da çox inadkardır və onlar qəlbən bəziləri boşluqda olur, sevgilərindən yarımırlar və sevgiləri elə bir daşa dəyir. Ona görə də onların bəxti, taleyi elə bilirsən boşluq yaranır. Amma buna baxmayaraq, Əqrəb bürcü altında doğulan insanlar hansı bürclə xoşbəxt ola bilərlər? Mən deyə bilərdim ki, elə əqrəblər əqrəblərlə də xoşbəxt ola bilərlər. Çünki əqrəb kişilər də ehtiraslı çılğın, əqrəb xanımlar da ehtiraslı çılğın. İki çılğınlar bir yerə düşdükdə bir-birini gözəl başa düşə bilərlər. Əqrəb bürcü altında doğulan insanlar kimlərlə? Amma onu da deyim ki, əqrəblərə kim pislik etsə, o pislik mütləq gözlərindən qayıdacaq. Çünki əqrəblərə pislik etmək olmaz. Əqrəblər qollu budaqlı bir meyvə ağacına bənzəyirlər və onlar qazandıqların, ondan sonra əldə etdiklərin hamı ilə paylaşmağı bacarırlar. Qohuma, əqrəbiyə, dosta, tanışa əl tutan olurlar və onlar çox elə bilirlər bicdilər, amma əqrəblər bic deyil. Sadəcə insani keyfiyyətlər həm kişilərində, həm qadınlarında çoxdur. Ona görə də Əqrəb bürcü altında doğulan insanlar mələklər qoruduqlarına görə onlar çox-çox xətalardan, bəlalardan, xəstəliklərdən Allah onları qoruyur. Hətta elə bir vəziyyətdə onları bəlkə elə bir maşın qəzasından qoruyur ki, o maşın qəzasını bəlkə də başqa bir insan olsa ölə bilər. Amma əqrəblər oradan sağ-salamat çıxır. Çünki əqrəblərin pisliklə iş yoxdur. Onlara pislik eləmə. Amma əqrəblərə çaşarsan, istər xanımlarına, istər bəylərlə bir pislik eləyərsən, inanın mənə, onlar gecə tezi səni elə sancarlar ki, 7 yerindən parçalanarsan. Yaxşısı budur ki, əqrəbin quyruğunu tapdalamayın. Vəssalam. Onlara yaxşılıq eləyin və onlar əvəzində sizin qabağınızda lap qul olar. Ancaq yetər ki, onları dəyər verin, yetər ki, onları qiymətləndirin və yetər ki, onların mərhəmət göstərin. Vəssalam. Əqrəblərin ürəyində mərhəmət var, Allah xofu var. Ona görə də onlar pislikdən, riyakarlıqdan, yaltaqlıqdan uzaqdırlar, əyilməzdilər, mərddirlər və cömərtdirlər. Əqrəb bürcü altında doğulan insanlar demək olar ki, balıqlar bürcü, oğlaq bürcü, qız bürcü, xərçək bürcü altında doğulanlarla nikahları çox uğurlu və xoşbəxt alına bilər. Mən onu da deyim ki, çox vaxt bürclər soruşurlar ki, bəs bizim bürcümüz hansı ildən hansı ilə qədərdir? Əqrəb bürcü altında doğulanlar 23-ü 10-cu aydan 21-i daxil olmaqla 11-ci aya qədər doğulanlar əqrəblərdir. Orada, burada, nə bilim, deyilənlərə qulaq asmayın. Nə varsa düzgünü mən deyirəm sizə. Ona görə də əqrəb bürcü altında doğulan insanların uğurlu ay yanvar, iyul ayı, xoşbəxt gün çərşənbə axşamı, sevimli gül çiçək, qırmızı qərənfil, rəqəm 8, sonsuzluq rəqəmi, sevimli daşqaş, sədaqət rəmzi olan topaz. Topaz daşın xanımlar qızılda, bəylər isə gümüşdə. Barmaqlarında saxlasalar, xoşbəxtlik, bəxtəvərlik onlara təsir edə bilər və mənfi enerjilərdən uzaq olar. Gələn paylaşımda hansı qoruyucu sizə və müsbət enerji verən və mənfi enerjini sizdən necə çəkirlər, onlardan danışacağım. 2026-cı il çılğın at ili əqrəblərin həyatında möhtəşəm rol oynayacaq. May ayının sonundan sonra əqrəblərdə həm maddi, həm mənəvi cəhətdən uğur əldə edəcəklər, sevgidən
yarayacaqlar. Hətta küstükləri sevgililərindən, kimlərdənsə sevdiyi insanlardan küsüblərsə barışıq gözləyir. Əqrəblərin həyatında artım gözləyir. Əqrəblərdə yeni evdimi, yeni maşındımı, yeni biznesdimi, yeni karyerdamı ancaq uğura doğru addımlayacaqlar. Əqrəblər yeganə bürcdür ki, bu bürclərin içində əqrəblərdə həm sevgi, həm karyera, həm təhsil, həm elm, həm maliyyə problemləri həll olunacaq. Hətta 2 il bundan qabaq ki, maddi və mənəvi problemlər məhz 2026-cı il sonuna qədər 2027-ci ilin fevral ayının 19-na kimi həll olunacaq. Əqrəblər may ayının sonundan sonra biləcəklər ki, həyatlarında artıq yeni bir nəfəs gəlir, yeni bir apora gəlir, yeni bir stimul gəlir, yeni bir həyat gəlir, müsbət enerji gəlir və bu müsbət enerji əqrəbləri 2027-ci ilə aparacaq və itirdikləri maliyyə sahəsində, biznes sahəsində əldə qazandıqlarını qazanacaqlar, nələri ki itiriblər və sevgidə də yarayacaqlar. Daha bundan sonra artıq nə istəyirsiniz? Çünki su ünsürü olan əqrəblər üçün çılğın ateli bir jest eləyəcək. Onların həyatında yeni nailiyyətlər, uğurlar və sevgi dolu günlər gözləyir. Əqrəblər, Allah sizi qorusun. Bircə əqrəblərin tərsliyi olmasa, əqrəblər dillərinin altına qən qoysa, əqrəblərin bütün işləri yaxşı olacaq. Əqrəbləri geri çəkən onların biraz egoistliyi, biraz əyilməməzliyi, biraz acı dilliyi və biraz da ki, belə baxırsan ki, əqrəblər hələ bilirsən özlərindən razıdır. Amma onların daxilinə girmək lazımdır. Onların daxilin ki, ələ aldın, əqrəblər ürəklərində sənə qurban verəcək. Ona görə də əqrəblər bir balaca bu acı dilinizin altına qənd qoysanız, 2026-cı il, düz 2027-ci ilin fevral ayının 19-na kimi sizin həyatınıza bir günəş doğacaq. Sizə uğurlar arzulayıram və xahiş edirəm ki, mənim Instagram səhifəmdə İlham Mirzəyev Official, elə buradakı səhifəmin adı inandır. Instagram səhifəmi də təqib eləyin və TikTokda olan dostlarım Instagramı təqib eləyin. Instagramda olan dostlarım TikTok səhifəmdə İlham Mirzəyev Official, zəhmət olmasa təqib atın, follow edin və səhifəmə abunə olun, o da pullan deyil. Və müsbət enerjini sizə verdim, siz də altından yazın ki, aldım, qəbul elədim. İnşallah, onu da unutmayın ki, aydan da, ulduzdan da, güneşdən də yüksəkdə yalnız və yalnız Ulu Tanrıdır. Qoy Ulu Tanrı sizin hamınıza yar olsun. Allah sizi, sevdiklərinizi qorusun, ruzunuzu versin və iliniz uğurlu, xeyirli olsun. Öpürəm sizi, Allah'a əmanət olun və bundan sonra gələcək o xatanlar hazırlaşın, sizə müjdələr verəcəm inşallah. Eşitmədiyiniz, bilmədiyiniz şeyləri yalnız və yalnız bu səhifələrdə və hər həftənin bazar günü 22:00-da TikTokda, bazar ertəsi də 22:00-da Instagram səhifəmdə canlıda ola bilərsiniz. Allah əmanət olun, sağ olun, sağlıqla qalın.